Hər iş görürsən Allah üçün gör. Salam verirsən, Əssalamu aleykum, salam verirsən. Yaxşı olar ki, ümumiyyətlə müsəlmanlar bir-biri ilə görüşəndə əvvəl salam ver. Hərdən deyil, axşamın xeyir. Axşamın xeyir yaxşı sözdür, salamdan sonra. Salam İslamın şuarıdır və salamın özü iki insan, mömin bir-birindən görüşməsi çox qiymətlidir. Amma salam verirsən niyə? Məsələ bundadır. Salam verirsən ki, filan kəsin pulu var. Buyurur ki, o salam səbəb olur, əzaba düşər olasan. Kim birinə puluna görə salam versə, hədisdə var, dininin 1/3 əldən verdi. Birini qucaqlayıb bağırva basırsan, nə üçün? Ki, düşün ki, filan kəs mehriban adamdır. Filan kəsin üzünə gülürsən, hamı ilə gülərüz danışırsan ki, desinlər. Desinlər sözü gəldi, qarışdısa niyyətə, heç nə. Amma yox, Allahın bəndəsidir, mömin qardaşımdır, Allahın bir bəndəsidir. Ona mən salam verirəm, buyurur 100 savab var salamda. 99'u verənin biri alanında. Ona görə salamda bir-birinizi qabaqlayın. Peyğəmbər hamını qabaqlayardı. Uşağa da salam verərdi. Ehsan verirsən evində, bax gör kimi çağırmısan və niyə çağırmısan. Elə adamlar çağırmısan ki, sabah sənə lazım olacaq, heç nə. Yox, Allaha görə çağırmısan, Allaha görə az adama çörək ver, gör nə qədər hədislərdə mən vaxt yoxdur sayam ki, nə qədər savablar, bir qarın yemək bir adama Allah üçün verəsən, gör nələr əldə eləmisən. Bəsrə hakiminə Əli əleyhissalam məktub yazır, yəni Əli əleyhissalam xəlifə deyib, Bəsrəyə hakim təyin eləyib, öz nümayəndəsinə məktub yazır, elə qınayır onu, elə bilirsən ki, bu günah eləyib. Nə yazır? Deyir, eşitmişəm, məclis təşkil eləmsən Bəsrədə, o yerdə ki, sən icra hakimisən, ancaq varlıları çağırmısan, heç kasıblardan sənin süfrün başında olmayıb, ayıb olsun sənə. Onu elə danlayır ki, sən hakimsən, yığmısan başına əyyanları, varlı, imkanlı adamları, şan şöhrətli adamları oturub çörək yiyirsən, amma mən sənin imamınam, mən belə deyiləm. Sənin süfrəndə gərək o fəqirlərdən də iştirak eləsin. Niyyət dəyişir hər şeyi. Bir adam qusul niyyəti elədi, cümə günüdür. Girdi suyun altına, 40 cümə deyir ki, cümə qusulu alsa cənnət ona vacib olar. Amma bütün dənizin suyunu üstüvə tök, niyyət eləmə, heç nə. Heç nə əldə eləməmsən. Bir ovuc su dəstəmaz niyyəti ilə üzvə vur, buyurur dəstəmaz nurdur. Amma 5 litr suyu üzvə vur, niyyət eləmə, heç nə. Heç bir xeyri yoxdur. Niyyət xarab eləyir, həm də düzəldir. Hədislərdə işlənir, bu söz sirkən, balın içinə sirkə tökünə günə qalır. Yaxşı əmələ niyyət xarab elədin, o sirkə bala tökərsən xarab olduğu kimi, əməli də alt üst eləyir. Əməli ilahi rəngə boyayasan, Allah bizdən bunu istəyib. Quranda var, sibğətəllah, Allahın rəngi. Ev tikirsən, deyir Allaha görə tik. Vəc'alu buyutakum qiblə. Buyurur, yaxşı olar ki, mən görmüşəm bizim kəndlərdə, evlər üzü qibləyə tikilir. Quranın əmridir bu. Evi tikəndə üzü qibləyə tikin evinizi. Allah üçün olsun, daşı qoyanda Allah üçün qoy. Dərzisən Allah üçün paltar tik, müştəri üçün yox. Müştəri onsuz da pulunu verəcək. Şeyx Rəcəbəli Xəyyatdan eşitmişsiniz, deyir, hər iynəni ki Allahdan qeyrisinə görə batırırdım, barmağımı batırdı. Hər iynəni deyir sapla mən Allaha görə işləyirdim. Allah deyib ki, pul qazanmaq, halal ruzu qazanmaq vacibdir. Mən də onun razılığı üçün oturmuşam burada. O ruzu gəlsə də, gəlməsə də, əsas budur ki, Allah istəyən işi görürəm, ailəm üçün ruzu dalıca gəlmişəm. Nəticə nə olacaq? O heç. İşin zahirinə baxmaqla deyir, mühümdür Allah qəbul eləsin. Kəbədən üstün ev yoxdur yer üzündə, elə? Kəbə ən üstün evdir. Yer üzündə tikililərin ən üstünü Kəbədir. Milyardlarla insan hər gün üzü Kəbəyə namaz qılır, həzdə onun başına dolanır. Kəbəni kim tikib? İbrahim Xəlilullahla Həzrət İsmail 2 dənə peyğəmbər. Tikirlər, ondan sonra Quranda var, Rabbena təqəbbəl minna, İlahi bizdən bunu qəbul elə.
Çünki niyyət düz olmasa, ev Kəbə də olsa qəbuldur. İbrahim bunu başa düşür. Kəbə evi də olsa qəbuldur. Allahı maraqlandıran əməlimizin çoxluğudur. Əlləzi xələqəl məvtə vəl həyat liyəbluvakum eyyukum əhsənu əməla. Allah həyatı, ölümü yaratdı ki, imtihana çəksin, görsün hansınızın əməli daha yaxşıdır. Allah keyfiyyətə baxır, kəmiyyətə baxmır. Böyüklüyə, kiçikliyə baxmır. İnnəməl əmal bin niyyat. Əmələ qiymət verən insanların niyyətidir. Allah'a görə deyir, küçədə bir daş var, cəmaatın yolunun üstündən, maşın yolunda. Götürdün o daşı bir adam Allah'a xatir ki, cəmaata xeyir verim, Allah üçün, Allahın razılığı üçün. O daşı yoldan çəkdi, hədis buyurur, cənnət ona vacibdir. Görürsən, xırda əməldir. Bir tikanı, tozu, hansısa bir, məsələn, meyvənin qurusunu ki, biri ayağının altında qalar, sürüşər, yıxılar, onu yoldan çəkəsən, Allahın razılığı üçün bir dənə xırda əmələ buyurur, cənnət ona vacibdir. Bir xanım yemək pişirə həyat yoldaşı üçün, onsuz da pişirir. Niyyət eləyir ki, Allaha görə eləyirəm, Allaha xatir, Allah bu əməlimi bəyənir deyə Allahın razılığı üçün eləyirəm. Buyurur, onunla cənnət qazanar. İnsan da var, minbərə çıxır, danışır, təfsir oxuyur, kitab yazır. Allaha görə yox, şan şöhrət üçün ki, cəmaat məni tərifləsin, ondan heç nəticə əldə eləyə bilmir. Ən bədbəxt insan dilləri o insandır ki, Allahın dinini təbliğ eləyə şan şöhrət üçün. Qiyamətdə görəcək əlimə heç nə çatmayıb. Mənə qalan bu oldu ki, əhsən filan kəs yaxşı danışır. Ən bədbəxt insan buyurur budur. Niyə görə Quran bu qədər təkid eləyir? Ona görə ki, əsas niyyətdir. Niyyətul mümin əfzəl min əməlih. Hədis buyurur ki, müminin niyyəti əməlindən üstündür. Əsas olan niyyətdir. Göylərdə və yerdə fərqli meyarlarla baxırlar insanların əməlinə. Biz deyirik, nə böyük işdir, Allah deyir, heç bir qiyməti yoxdur. Biz deyirik, kiçik işdir, Allah deyir, bu çox böyükdür. Bir dənə üzüyü verdi Həzrət Əli. Bir üzüy idi, qiymətsiz bir üzüy. Həzrət Əlinin üzüyünün nə qədər qiyməti olacaq? Bəziləri deyir ki, yəqin çox qiymətliymiş. Amma çox sadə, qiymətsiz bir üzüyü verdi, Allah Quranda təriflədi. Rükû halında zəkat verən. Dedi, bu xüsusiyyətinə görə imam qərar verdim onu. İmamı tanıtdırmağa başqa sifət tapmırdı. Deyər ki, Allah, Peyğəmbər və filan işi görən. O bütün işlərinin içindən dedi, rükû halında zəkat verən. Bunu tapdı. Xırda bir əməldir. O üzüyün çox qiyməti yox idi. İş Allaha görə idi deyə Allah o qədər böyütdü o işi. Allaha xatir idi. Sadəcə Allaha görə idi. Zibeydə Harun Ər-Rəşidin xanımı idi. Bir dənə su çəkdirib Məkkəyə, indiyəcən deyirlər hacılar o sudan içir. Dəbimə muharasındadır Məkkənin. Böyük işdir. Bu üzüydən zahirən baxanda böyük işdir. Üzüy bir adama verildi, getdi. Bu su çəkdirib hələ də içirlər. Böyük işdir. Amma Allah tələsmir bizim kimi qiymət verməyə. Görək bu qadın pulu hardan qazanıb? Harunun arvadıdır, bəllidir hardan. Sonra nə niyyətə tikib ki, cəmaat danışsın ki, filan kəs zəvvarların qaydına qalır, özünə biraz xal qazansın, heç nə. Nə qədər böyük olursa olsun, gedir, aradan gedir. Eşitmişsiniz də Bəhlulun hadisəsini, gəlir görür Bəhlul. Bəhlul qəribə işlərlə cəmaatın nəsihət eləyirdi. Bəhlul gəlir görür ki, məscid tikirlər. Deyəsən, xəlifə tikdirir. Baxır, deyir, siz burada nə iş görürsünüz? Ustalardan, oradan, nəzarətçilərdən soruşur. Deyir, görmürsən, məscid tikirik. Deyir, kimi üçün bu işi görürsünüz? Deyir, bu nə ağılsız sualdır. Məscidi kimi üçün tikərlər? Allah üçün tikirik. O da tənbəllik eləmir. Gedir bir dənə daş yondurur, daş. Üstünə yazır Bəhlul məscidi. Bəhlul məscidi yazdırır, gətirir, gecə ilə vurur məscidin divarına. Səhər gəlirlər, görürlər məscidin üstünə yazılıb Bəhlul məscidi. Gedin tapın, tapırlar, döyə-döyə gətirirlər Bəhlulu. Ki, sən başqalarının işini öz adıva çıxmaq istəyirsən, o da baxır, deyir ki, demədiniz ki, Allah üçün eləmişsiniz, dedi, bəli. Tutaq ki, mən cəmaatı allatdım, cəmaat elə bildi, məscidi mən tikdirirəm. Sizə Allah lazımdırsa, Allah bilir kim tikdirir. Niyə bu qədər narahatsınız? İş Allah üçün idisə, Allah
Bilir ki bunu tikən kimdir? Onun üçün ev tikir də adın orada vurulması nə qədər önəmlidir. Əgər bu iş Allah üçündürsə. Allah hər şeyi bizim üçün yaradıb. Xələqə ləkum Quranda buyurur. Bizi və mə xələqtul cinnə vəl ins illa liyəbudun. Bizi də özünə ibadət eləmək üçün yaradıb. İbadət təkcə namazdır. İbadət o işlərdir ki, ilahi rəngə boyanıb. Namaz Allah üçün olmazsa ibadətdir. Ev tikmək, bərnalıq, yemək, pişirmək Allah üçün olsa ibadətdir. Allah'ın bizden istediği budur ki, işlerimiz ondan başkasına göre olmasın. 209 dəfə dunillah gəlməsini alimlər hesablayıb Quranda var. Yəni Allah'tan qeyrisi üçün. Allah bizi çəkindirir ki, başkası üçün iş görməyin. Cəmaata yaxşılıq edirsiniz, Allah üçün eləyin. Həl-Əta surəsində Əhl-i Beytin əməlini Allah tərif eləyir ki, iftar verdilər. 3 gün iftarlarını başqa adama verdilər. Bunu çox eşitmişsiniz. Mən də çox danışmışam. Özünüz çox eşitmişsiniz. 3 gün iftarlarını başqasına verdilər və məsələ iftarı verməkdədir. Ayənin sonunda bu sözü yazır. Deyir, la nuridu minkum cəzaən və la şakura. Deyir, biz sizdən əvəz istəmirik. Qiymət bundaydı. İftar verməkdən mühüm budur ki, bunu verirdilər, çox sağ olsun, yox. Əvəz istəmirik. Əvəz Allahın yanındadır. Təşəkkür gözləməyəsən. Bir iş görəndə özün özünə sual ver ki, gözləyirəm məni tərifləsinlər. Bu varsa qarışdı, xarab oldu. Yox, bu yoxdursa, Allah üçün olsa xeyri var, çox xeyri var.